O ki qaldı yoldaşlar ay məsələsi. Yəni bir ay başladıq, yarımsı qaldı. Yəni ay məsələsində arkadaşlar necədir bu məsələ şəriətdə də? Təbii ki ay gözdən görməyi lazımdır. Baxmayaraq elm inkişaf eləyir. Bir an necə qeyd etdiyim, hətta ayın hardan çıxmağı, hansı tərəfdə hesablamanla yox, bu elmi cəhətdəndir. Hansı tərəfdən çıxmağı, hansı dəqiqələrdə bu hesablamalı olmur. Sən istiqaməti bilməzsən axı hardan çıxacaq. Yəni o dərəcədə elm inkişaf eləyib ki, artıq bilinir ayın hərəkəti və s. Lakin bəzi amilər qalıblar ki, yox, görmək lazımdır gözlə. Ay günəş kimi bir yerdən çıxıb yerdən baxmıyor. Ola bilər, fərqlənsin, ola bilər. Ola bilər. Ona görə bu məsələdə necədir? Alimlərin əsas iki rəyi var. Ya bir dənə müsəlman ölkəsi gördüyü hamı tutsun. Lakin bu tətbiq olunmur indi. Ne üçün? Çünki hətta məsələn Saudiya özündə tətbiq olunmur. Məsələn Saudiya belədir ki, yanında qonşu ölkələr görsə, onlar deyirlər, yox, bizdə görsənməyib. Fikir verəsən. Bizdə görsənməyib. Vəssalam. Yaxşı, ikinci rəy nədir? İkinci rəy odur ki, hər göz öz ölkəsindən geçsin. Və bu saat bu rəy tətbiq olunur. Hər yanda demək olar. Bu rəy tətbiq olunur. Sadəcə, elhamdülillah bizdə aya baxırlar, izləyirlər ayı. Rəsədxana ki, bizdə yoxdur. Özə fikir versək, dəqiq deyil. Dəqiq deyil. Sadəcə, müşkül nə deyil, bəzilər buna etiraz nəyə deyirlər? Deyirlər, yox, şəriət deyir ki, gözlə görmək. Gözlə görmək. Ona görə deyirlər, qabaqcadan demək düzgün deyil. Bir dənə o məsələ qalıb bizdə, amma bizdə aya baxırlar. Aya baxıb deyirlər ki, filan günü çıxacaq. Onlar dəqiq bilir, Allahın izni ilə. Çünki elmi cəhətdən. Amma bir dənə bu qalıb, etiraz edənlər, o hərəsi bir cür bəhanəsi olanlar, onlar bir dənə deyirlər ki, bir dənə bu qalıb. Yaxşı görək, bu məsələ olandan sonra gərək nə deyəcəklə olar? Çünki məsələnin də həlli nədir? O ehtimal olunan gün, gecə. Təyin olunsun adamlar, geçsinlər rəsədxanada, baxsınlar. Rəsədxanada biləcək ki, deyəcək ki, o tərəfdən çıxmalı, çıxsa. Baxsınlar, əgər gördülər, axşam xəbərlərində deyəcək, ay göründü, sabah orucu olur. Ay göründü, sabah bayramdır. Ay göründü, sabah qurbandır, bayramı. Bu cür olsa, düzdür, buna da etiraz edənlər olacaq. Deyəcəklər ki, gedənlərin o günün analiz kağızlarını, necə, davrinliyalar necə idi? Sonra, yox, mənə gəlir, onlar hələ baxar, müsəlman idilər, yoxsa yox. O hələ o qəlbi xəstələr, xəstə, psixoloji xəstə insanlar, qəlbi xəstə, Allah bilir, harasa qulluq eləyənlər, onlar bəhanə gətirəcək. Yəni, onlara fikir vermir. Lakin ümumi kütlə, elhamdülillah, artıq azdıra bilməyəcəklər. Çünki necə azdırırlar? Elə biz də baxmırlar ona görə. Biz gedirik Saudiya və öz ətrafalarının da arasında, ətrafında biri deyir, orana gələn, biri deyir, burana, biri də deyir Saudiya. Deyirəm, Saudiya gəlmək düzgün deyil. Deyirəm ki, yox, bir dənə müsəlman ölkəsi görsə mən tutacam ayı. Bir dənə müsəlman ölkəsi görsə mən açacam ayı. Bu rəy var. Lakin ümumən tətbiq olunmasa da. Amma sənə deməyin ki, mən Məkkə ilə gedirəm, düzgün deyil. Məkkə ilə geçsin, yaxşı birdən Misirdə görsələr, nə edəcəksən? Biz Məkkədə yaşamırıq. Yox, birdən Misirdə görsələr, nə edəcəksən? Deyəcəksən, yox, mən hələ düzgün yanı var, gördülər də və salam var. Ona görə hər kəs öz ölkəsindən geçsin. Lazım da öyle, bura, elhamdülillah. Kimsə etirazı var, çıxsın desə ki, yox, ay belə idi, bizdə səhv görürlər. Çıx, deyiləm bir daha. Və ya internet klublar var idi, mənədən təkfirçilərə sözlər deyəndə deyirdim, ay gir internet kluba, yaz, krokla bas, enteri bas, qaç orada. İndi bunları da deyirəm, ay girin, laf belə
Basın ki, ay, görsənmədik, yalandır, qaç oradan, qorxursunuzsa. Sadəcə əsas nədir? Cəmaatın birliyi, ümumi məsələlərdə, ölkədə əsas odur. Və bu, ayı görməkdən daha mühümdür, qardaşlar. Ayı görməkdən daha mühümdür cəmaatın birliyi. Lakin görürsən ki, insanlar var da, nə deyəsən? Nə deyəsən? Amma bu o demək deyil də, qardaşlar. Məsələn, tutaq ki, Saudiya ilə düz gəldi, əla. Ola bilər səhv, elə bilər fərqli olsun. O demək deyil, məsələn, hansı ölkədə göründü ay, o birisi ölkələrdə görünməlidir. O demək deyil. Fərqlidir. Aydındır. Məkkəni kim deyə bilər? Məkkəni. Məsələn, bir yaxın necə qeyd etdim. Məkkəni deyə bilərəm, biz Məkkəyə baxırıq. Məsələn, Yeni Zelandiyada yaşayan müsəlmanlar, məsələn, azlıq təşkil edən. Məsələn, elə Peru məsələn. Məsələn də, azlıq təşkil edən bir yerdə, məsələn, 1000 dənə bəlkə sayısı müsəlman var orada. Onlar eyb etməz, hələ cəmiyyətdə yaşayanlar deyə bilərlər, bizi Məkkəyə baxırıq, Məkkədən xəbər gəldi. Amma sən, müsəlman ölkəsi yaşasın, deyirsən, mən Məkkə nə geyirəm? Sən özü alışdırmalı, sən nə görürsən ki buranı? Bura Peru'dur, yoxsa nədir? Yeni Zelandiya. Sadəcə bəzi qardaşlar fikir vermir hələ adamlara, lakin hələ adamlar əslində problemdir. Kim belə şeyləri təbliğ edir, onlar problemdir. Aydındır qardaşlar. Bəli. Allah razı olsun. Suallarınız varsa verin. Şeyh, maraqlı da burasıdır ki, həmişə də bizim dövlətdə elan olunandan sonra vaxt olar deyir, ha. Bəli. Ayaqdaranlar məsələn. Bizən var idi, biri deyirdi, ayaq dağılır, çıxmışdı dağa. Mənim o ayı yoxdur, deyirsən, 4 ayaqlını axtarır orada. Yaxşı ki, 4 ayaqlı görüşməmişdi. Aydındır. Hələ olub bunu. Qardaşlar, keçən söhbət edirəm, deyirəm Allah hamd olsun. Bir dənə çay varsa. Deyirəm ki, suallar sonra bizə, ölkəmizdə, elimizdə olamızda Allah'ın şəriyyətə layiqin ismini uyğun yaşayırıq da. Allah hamd olsun, hər bir şeydə, saqqal, balaq, niqab, hər şeydə var. Buna şükür demək lazım. Vallahi şükür demək lazım. Bugün qızlarımız məktəbə gedirlər, hicabda, universitetə gedirlər, hər bir şeydə. İşləyənlərimiz Deyirəm, qardaşla söhbət edirəm, deyir, yox, neft belə getdi, qaz belə getdi. Deyirəm, bağa, sən yönətlisən, deyir, özün barıcı elə. Mən sən Allahın dinindən danışıram, şərəfindən danışıram. olanlar da şey, sonra öyrəndilər, biz də məramərat dedilər, razılaşdılar. Hələ də. Çünki dövlət belə elan edir. Qafqaz Müsəlmanları İdarəsi elan elədi ki, ayın 1-i bizdə oruçlu girmək. Ayın 30-u Ramazan bayramı. Sən o yüzden bu cənət ikisini mən ikisindən biliyorum. Amma bunu eləsələr yaxşı olar. Məsələn, Şamaxıda da, Bakıdan getmək lazım. Şamaxıda nümayəndələr var da. Həm bu tərəfdən, həm bu tərəfdən. 2 nəfər, 3 nəfər seçilsin hər tərəfdən, geçsinlər nümayəndə rəsədxanaya. Orada da onlar otursun, onlar göstərəcək. Alimlər də oradan. Sübut eləsin ki, bax bu deyil. Görsələr, Abi elə belə deyil. bu olsa, elə bil ki, cəmiyyətdə bölünmə az olacaq. Olacaq, amma zəifləyəcək. Yəni, onların fitnəkarlar ki, kimlər ki, bundan istifadə edir, onların fitnəsi qabağı alacaq, zəifləyəcək olar. Yəni, onlara şey vermək lazım deyil də. Yəni, onlar cavanları necə avladır? Belə şeylərlə, belə məsələlərlə. Aydındır. Ən azından yəni kütlə birləşəcək, yəni kütlə bölünməyəcək. Hər il buna necə problem Yəni yaradır? dəvətin əvvəl vaxtlarında bu məsələdə kimlər müxalif idi bizə? Təkfirçilər. Təkfirçilər deyin üçün şey dedilər, dedilər kafirdirlər, ona görə burana getmirik. Yaxşı, onlar maraqlı budur ki, təkfirçilər Saudiyanı da kafir görür. Lakin Saudiyanı gedirdilər. Sonra mumiyalar çıxdı, bunlar mumiyalar. Onlar da indi başladılar ki, qabaq gizlədirdilər, indi açıq aydındılar ki, biz də Saudiyanı gedirik.
Düzgün deyil hələ, düzgün deyil. Biz bir dəfə bu Desəydilər ki, baxışda sözü kəsirəm. Desəydilər ki, biz hansı müsəlman ölkə birinci gördü, onunla gedəcək, tutacaq və ya açacaq. Ha, hələ rəy var. Hələ rəy var, amma yaxşı. Birdən İndoneziya gördü, açacaqsan, açmayacaq. Onda düzgün deyil axı. Çünki Məkkə ilə getməyi dəlili yoxdur. Deyir, mən Məkkə ilə gedirəm. Məkkə ilə getməyi deyir, orada baxırlar. Baxan yerlər çoxdur, bir dənə Məkkə məyə baxır, Saudiyə. Aya baxan ölkələr, müsəlman ölkələr, hətta ərəb olmayan ölkələr baxırlar. Aydındır, bu sadəcə bəhanədir. Bəhanədir, yəni görsən ki, insanlarda problem var. Düz deyil, hamısı elə deyil, ola bilsin, yaxşı zən deyil. Bəzilər belə yanaşır, düzgün yanaşmır. Ya bilməməzlikdən, ya görək, çox o tərəfdədir, onlar belə eləyir, mən də belə eləyirəm. Bəzilər var, deyirəm, orada çoxdur, ona görə o tərəfdəyəm. Elə bir futbol zaddır. Məqsəd ama bu insanların psikologiyasını oynamakdır. Həm də təbii ki, ən böyük problem də nə deyir qardaşlar? Yəni, elmsizlik, şəri elm olmamaq. Şəri elm olanda səni alada bilməz. Amma şəri elm yoxdursa, adam çaşır. Adam çaşır qalır. Məsələn, keçən də hansı məclisdə danışdım o vardı. Qardaşlardan biri Şeyx Fozan mənə deməli fətvasını qoyduk. Dedilər ki, bəs biz səndən həmişə eşitmişik, bununki belə, amma Şeyx Fozan əksin deyir. Məsələn, qadın məsələn öz uşağın yanında dastamaz pozulur yoxsa yox qanında? Əgər dastamazlıdırsa. Hə, əslində pozulmur, çünki biz hələ eşitmişdik, hələ də bəhs eləyəndə sonra görüşdük ki, bu güclü rəydə hələ də deyirdik sizə. Lakin atdılar ki, Şeyx Fozan deyir ki, pozulur. Qardaş, mənə deyir ki, səbəb bu nədir? Birinci, Şeyx Fozan ola bilsin deyir, hələ rəy var. Hələ rəy var. Lakin daha güclü rəy hansıdır? Daha güclü rəy, təbii ki, daha güclü rəy odur ki, pozulmur. Ne üçün? Çünki birinci, dastamazı pozan şeylərdə o qeyd olunmur. İkinci, övrət yerinə əl dəyəndə pozulur yoxsa yox dastamaz, o barədə bir hədisdə gəlib pozulur, bir hədisdə gəlib ki, pozulmur. Bir hədisdə gəlib ki, pozulmur. Ona görə Şeyx Hüseymin nə deyir? Şeyx Hüseymin, imkan dairəsində hədisləri cəm eləmək. Cəm budur ki, əgər şəhvətlə toğunsan, pozulur. Əgər şəhvətsiz toğunsan, pozulmur. Aydındır, qadın məsələn uşağın yuyur, pozulmur təbii ki, orada şəhvətlə toxunmur ki, yuyur, təmizləyir balasıdır. Ona görə pozulmurdur, səhi budur. Lakin bilməyən adam deyəcək, görürsünüz, təkfirçi əhl eləyir. Hansı məsələn biz deyirik və ya hansı alim nəsə başqa cür deyir, qoyurlar, deyirlər, görün, düz gəlmir bunların sözləri, bunlar haqqı çatdırmır bizə, bunlar haqqı gizlədir. Bir dənə məşhur sözün haqqı, mən deyəndə deyirəm, qardaşım, nə deyir o haqq? Öyrənin mənə, nədir o? Hansı ki gizlətmişik, düz deməmişik. Nədir o haqq? Aydındır, ona görə, qardaşlarına ona görə həmişə tövsiyə eləyirik ki, elmə, elm, dərslərə qulaq asın, soruşun, xüsusən belə məsələləri, aydındır, Quranı öyrənin, mütləq. Elə mumiyalar olsa nə deyir? Deyir, Quran oxu, gecə gündüz. Belə məsələlərdən danışmamaq üçün başını qatırlar, deyirlər, Quran oxu, gecə gündüz. Oxuyur Quran. Amma bu məsələlərdən də bu anlayışın olsun. Çünki Quran oxuya, bu məsələ bilməsən azacaqsan. Sən Quran oxuya bu məsələdə də öyrən, ne üçün azmayasan deyə. Quran oxuyanlar nə qədər azdır? Deyə xavariclər. Əli ibn Əbi sahabələrin vaxtında xavariclər hafiz idilər amma. Hamı hafiz idi. Azdılar. Gəldilər Osman radiyallahu anh, xəlifə Əmir-i Muminini öldürdülər. Başını kəsdilər Əmir-i Muminini. Sonra Əli ibn Əbi Talib öldürdülər Əmir-i Muminini. 2 dənə xəlifəni öldürüblər. Xavariclər. Təsəllər, hamısı da hafiz idi. Ona görə qardaşlar, yəni belə məsələləri öyrənin, bilin. Biz demirik ki, öyrənin, başlayın, bu filan kəs bu. Yox, hələ deyil. Amma özünüzü qorumaq üçün məlumatınız olsun deyə diqqətli olun. Eşidəndə, bilin bu söz nədir?
Qabaq məsələn biz yaxşı zəndə idik, yaxşı fikirdə idik hamısının var da. Heç söhbətlərinə fikir vermirdik. Yəni yaxşı zəndə idik. Hətta nəsə eşitsə yaxşı zənnə çevirirdik. Amma sonra gördük, yox, səndə problem var imiş. Aydındır, problem var imiş. Bax, ona görə. Aydındır. Şeyh, sual verməm. Ha. Deyim ki, səfərə getdim bir dəfə, orada cəmaata qoşuldum, son rükət idi. Namazı bitirdik, mən yəni təbii olaraq 4 rükət tamamladım. Sonra qalandan sonra bildim ki, onlar da səfəriymiş, 2 rükət qılıblar. Onda namazı yeniləməliydim, yoxsa necə? Yox, yəni sən imam yanına. Yox, onlar imam idi. Mən axırıncı rükətdə qoşuldum. Mən elə bildim, onlar yəni yerli cəmaat. Ha, eyb etməz, bilməmsən, eyb etməz. Eyb etməz, bilməmsən. Əslində imam, sən muqim olsaydın, hər halda onlar 2 qılsaydı, sən 4 qılacaqdın, qalxıb. Aydındır. Yəni, sən bilməmsən, eyb etməz. Əxizamca, məsələn, girmişim meçdə, cəmaat qılır, mən müsafirəm. Çünki mən 4 rükəti tamamlanıyorum, imam kimi. Bəli. Məsələn, gəldim meçdə, imam aydındır ki, musafir deyil. Onlar axırıncı rükətdədirlər, zöhrdə. Sən isə 2 rükət qılmalısan əslində. Sən qoşuldun imama. İmam salam verəndən sonra sən 1 rükət qılmısan. İndi qalxıb 1 rükət qılmalısan, yoxsa 3 rükət. Cavab 3 rükət. Çünki imam müsafir deyildi ona görə. 3 rükət. Aydındır, 3 rükət qılacaqsan. Şükür de Haber. Senden boşandım. Orada ikinci kadar kaydı olmadan evlenmeye kendim Yəni, ər öz qadınına deyir ki, vallahi səndən boşandım. Ha boşuyuram seni böyle. Boşayıram. Yəni, qəzəb halında yox. Hansı ki, o qəzəb ki, nə gəldi deyirsən, o sayılmır ha. Amma bilirsən nə danışsan, hə? Hələ deyirsən. Əgər ağlın yerindədir, bilirsən nə danışsan, deməli, o talaq sayılır. Sadəcə qardaş deyir ki, birdən sonra fikrim dəyişsə, təzə kəbin eləməliyəm, yoxsa yox. Hə, o baxır, sən qadına talaq deyəndən sonra iddə müddəti başlayır. İddə müddəti vaxtdır. Hətta indi də bu qanunlarda gedirsən zaksa, boşanmaq sənə tələbi verəndə sənə 3 ay vaxt verirlər. Görürsən, şəriətdən götürüblər. Şəriətdən götürüblər, hə. Hə, deyirlər, get fikirləş, 3 ay. Şəriətdən götürüblər. Hə. Lakin şəriətdə necədir? Şəriətdə 3 ay deyil əslində. Şəriətdə 3 aylıqdır qadının heyzi. 3 ay o qadında olur ki, heyzdən bitib. Heyzi yoxdur, onda 3 aydır. Amma heyzdə olan qadın onda 3 heyzdir. 3 heyz müddətində qaytara bilərsən. 3 heyz hələn bitməyibsə, qaytara bilərsən, onda kəbinsizdir. Amma bir dənə talaq getdi ya, zapazda 2 dənə qalıb. Zapazda 2 dənə qaldı. Hə. Yaxşı, birdən 3 heyzdən sonra, məsələn, 5 ay keçib. Qaytarmaq istəyirəm, necə qaytaracam? Kəbinlə. Ne üçün? Çünki hələn bu 1-ci talaqdır səndə. 3-cü talaqda artıq qaytara bilməzsən. Məsələn, qaytardın 5 aydan sonra, kəbin elədin, hə, gəldi. Sonra biraz keçdi, çay məsələn isti olmadı, dedin talaq. Çünki bəzən talaq verirlər heç nədən eyib. Talaq yenə 3 ay başladı. 3 ay yoxdur, 3 aylıq. 3 aylıqdan qabaq qaytardığın kəbinsizdir. 3 aylığın məsələn keçdi 7 ay. Dedin ki, qaytarım təzdən. Hə, oldu 2. Zapasda qaldı bir dənə. Hə, bir dənə də desən, düzdür. Qadın gözləyəcək 3 aylıq. Amma qaytara bilməyəcəksən artıq. 3 aydan, 3 ay deyirəm, 3 heyzdən sonra qadın getdi. Qaytara bilərsən nə vaxtdır? Əgər o ərə getsə, yaşasa, ondan sonra əgər o boşasa,
Ondan sonra deyə bilərsən ki, eşitdin ki, boşanıb. Gəlib deyə bilərsən ki, gəl kəbin eləyək. Fikir verirsən qardaşlar, şəriət necə qurub kişinin hissiyatını oynayır. Ona görə talaq oyuncaq deyil ki. Sən talaq verəndə sən fikirləş, onun aqibətin. Nə qədər talaq verənlər var, peşman olublar. Olmaz, ailə həyatı mühümdür, ailə dəyərləri böyükdür, mühümdür, ciddi yanaşmaq lazım. Bu nədir? Boşanma çoxalıb. Nəinki bizim cəmiyyətdə, dünyada. Bu da hamısı nədəndir? Qadınlara çox hürriyyət, azadlıq vermək. Biz demirik, qadına azadlıq vermək lazımdır, boğmaq lazımdır. Yox. Lakin qadın azadlıq vermək lazımdır, məhdud. Yəni, kişidən üstün olmasın. Kişidən üstün oldu heç nə. Həm kişi gedir. Özü də aparır, kişini də aparır özünə. Cəmiyyət koranır, pozulur. Boşanmanın səbəblərindən də. Biz ata-babadan belə görməmişik. Qadın, bəli, haqları var, hörməti var, qız kimi, bacı kimi, ana kimi, həyat yoldaşı kimi, yeri var, nənə kimi, yeri var. Hamısının öz yeri var. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, cənnəti qazanmaq istəyənsə ananın ayaqları altındadır. Amma o demək deyir ki, kişidən üstündür, kişi üstündür. Kişi bir pillə həmişə üstün olmalıdır. Əgər bu bir olsa, kövranda sistem. Nəticələr pis olacaq. Aydındır. Ona görə boşanmanın səbəbləri pis, cəmiyyətdə boşanma çoxalır. Bu da nədir? Fitnə fəsadı cəmiyyətdə, zinanın artmağına və s. Nəsillərin kövrənmağına, uşaqların tərbiyəsinə, hamısına təsir edir. Ona görə ailəni qorumaq lazımdır. Ailə dəyərlərinin möhkəm yanaşmaq lazımdır. Talaq vermək, tələsməmək. Talaq vermək, tələsmək lazımdır. Nə oldu talaq? Nə qədər qardaşlar zəng gəlir ki, hisslidir və təyin eləyək, sayılır yoxsa özü üçüncü idi artıq. Yəni zapas qutarıb. Qadın ısrarla istəsə, Deyirsiniz, qadının Allah talan hikmətindəndir. Talağı kişilərə aid edib. Qadınlarda olsaydı talaq, hamımız boşanmışdı. Hamımız boşanmışdı. Çünki görmürsən, bir şey olan kimi deyir, boşa məni. İncir, talaq, boşa məni, boşa məni. Təsəvvür o momentdə, o vaxtı talaq onun haqqı olsa, da boşadı bizi, boşandı, qutardı. Şəriət ona görə kişinin əlinə verib. Kişi biraz dözümlüdür biraz ondan. Kişi fikirləşir biraz. O momentdə fikirləşmir heç nə. Heç nə fikirləşmir. Sonra ağlı yerinə gələndə, deyir, nə danırsan, dəliz adam. Əlimdən çıxdı. Hə, ona görə Allah talanın hikmətindəndir, talağı kişilərə verib. Qadın sadəcə, qadının istəyə bilər ərindən talaq. İstəyə bilər. Mənə boşa. Lakin son söz yenə kişinindir. Kişinin üstündən keçmək olmaz. Kişinin tapdalama olmaz. Tapdalandı, sistem pozuldu, qutardı. Xeyr gedəcək. Aydınlı qardaşlar. Şərtdə Allah söymək məsələsində bəzi qardaşlar deyir ki, Misirdə alimlərdən soruşublar. Alimlər deyir ki, kim Allah'a söymək məsələsində üzr görürsə, həmin adam tövbə etməlidir. Və bu məsələlə də müəyyən qardaşlara şübhə əsası var. Bir də indi sizdən xahiş edir, yəni bu məsələ belə təfsilatlandırır ki, yəni üzr hansı halda olur və yəni sünnəyə uyğun olaraq alimlər həmçində nə deyir bu məsələdə? Allah'a sürən üzr olması məsələsində. Allah söymək, Peyğəmbəri söymək, Allahın dinini söymək üzr məsələsində. Bilirsiniz, üzr var, üzrün növləri var. Üzr var, üzr elə bir şey yoxdur ki, üzr olmasın. Baxır sadəcə halına. Ola bilər insan qəzəbindən nə gəldi desin. Orada sayılmır, talaq da sayılmır. Aydındır. Və ola bilər insan ikra altında olsun. Əziyyət versinlər və ya məcbur eləsinlər nəsə deməyə. Sayılmır. Aydındır. Ola bilər təvil olsun nəsə. Varmasın nə danışır. Və ya o məsələ onlarda elə də pis söz deyil. Məsələn, elə yerlər var ki, o söysün, sana öldürərlər. Amma elə yerlər var ki, söysün heç vicdanı deyil. Hər yeni öz yanaşması var. Aydındır. Biraz hökm məsələsi deyib, sən bilirsiniz, kafir məsələsi o
Məsələn, tutaq ki, Misirdə tutaq ki, hansı alim və ya Saudiyada hansı alim deyib kafirdir, o ümuməndir. Lakin biz söhbət gedir müəyyəndən. Bu qapını, birinci, bu məsələni alimlər müzakirə edir, bizlik deyil. Sadəcə bizim etirazımız nədədir? Bu məsələni kütləyə atmaq ortaya ki, hə, bu məsələ belədir, hə, kütlə digər başlayacağımızı təkfir eləməyə. Kafir, təkfirdən sonra qapılar açılar ki, təkfirdən sonra gəlir, əgər kişi belədirsə, kafirdirsə, gəlir qadın ondan boşana. Söhbət keyf təkfirdən sonradır. Onlar başa düşmürlər. Gərək boşana. Aydındır. O ölsə, müsəlmanların qəbiristanda bastırılmır. Kəfənləmə, rəslə, heç yolmur. Aparır, bastırırlar ki, iyi verməsin, o məqsədlə. Hə. Sonra övladlarına miras düşmür. Miras düşmür övladlarına. Kafirin mirası düşmür. Və s. və s. Yəni təkfirdən sonra əhkamlar açılır. Ona görə bizim etirazımız odur ki, siz bu məsələni tərkilin alimlər, ona görə Şeyx Ozan, Havidullah, təkfir məsələsinə gələndə də hətta elmi tələbələrinə bu məsələdə müraciət eləmək olmaz. Bu məsələ qaytarın alimlərə. Amma o ki, qaldı Allah və Rasulunun və dini söyləmək, bu məsələdə həmçinin üzürlərdən orada nə gedir söhbət? Cahillik. Onlar bunu ilişirlər. Onlar bu sözə ilişirlər, cahillik. O birisi üzürlərə etiraz eləmirlər. Aydındır ya, hatta o alimlər desə ki, kim Allah'a söysə, Peyğəmbəri söysə, dini söysə, kafirdir, o ümumi sözdür. Amma məsələn, deyəndə ki, yaxşı ikra altında olub, üzürlüdür. Bəs birinci düdün belədir, o ümumən idi. Təfsilata gedəndə aydınlaşır hər şey. Təfsilat aydınlaşdırır. Qaranlıq şeylər olanda təfsilatı var, aydın olacaq. Və ya məsələn, desən ki, yox, qəzəbindən elə qəzəb ki, işte, nə gəldi deyirdi. Ağlı özündə deyildi, üzürdü. Aydındır. Sadəcə orada bir dənə üzrün növləri var. O da cahil. Onlar buna ilişir. Birinci dedilər ki, heç kəs belə deməyib. Sonra biz getirdik ki, alimlərdən diyan olub cahilli üzürdür. Abdurrazaq Ləfifi, o Misirdə olanlar Abdurrazaq Ləfifinə barədə nə deyirlər? O böyük alimlərdən idi. Nə deyirlər o barədə? Deyirlər, tövbə eləməlidir. O sadəcə o bəzi adamlar var. Problemdir onlar. Onlar başqa istiqamətdə gedən adamlardır. Sadəcə tutublar bu mövzunu, qardaşlar arasında şübhə atmaq istəyirlər. Bu mənim sözüm deyil, bu Abdurrazaq Ləfifi sözü deyil. Bəzi alimlər deyib bunu. Hətta Şeyx Ubeyd, rahiməhullah, Şeyx Ubeydə sual verirlər orada. Bu açıq aydındır Şeyx Ubeyd, bu məsələdə nöqtə qoyur. Şeyx Ubeydə sual verirlər ki, Şeyx, bəzi sələf alimləri Allah və Rasulunun sözün barədə deyiblər, cahilli üzürdür. Şeyx Ubeyd demir, yox, heç kəs belə deməyib. Şeyx Ubeyd demir onu. Şeyx Ubeyd nə deyir? Deyir ki, o alimlər cahilli deyəndə mütləq şəkildə cahilliyi qəsd etməyiblər. Fikirləsən, mütləq şəkildə ola bilər, hansı növ cahillik olsun. O üzr ola bilər. Aydındır. Yəni, ispat elədi Şeyx Ubeyd ki, belə deyən sələflərdən olub. Yəni, sələfdən deyən olub bu sözü. Bunu belə qaldırmaq demək ki, kim belə deyən murciyədir, belə deyən belə, bu təkfirçilərə meyillilik, təkfirçiliyə gedir. Təkfirçilər də belə deyir də, biz məsələn hakimdir, böyük günah sahibləridir. Onları təkfir etmədiyimizə görə bizə murciyə deyirlər. Və ya cəhmi deyirlər və s. Aydın qardaşlar, biz deyirik Allah və Rasulun və dini söyləyən kafirdir. Lakin üzr ola bilər. Cahillik deyənlər var alimlərdən. Ola bilər hansı növündə ola bilsin. Hansı növ cahillik ola bilsin. Ona görə Şeyx Ozan yadımıza gəlirsə Fransada Peyğəmbərimizi sallallahu aleyhi ve selləmi təhqir edirlər. Bəli. Sonra bizdə Azərbaycanda jurnalistlərdən biri götürüb İsa'nı təhqir elədi. İndi avamdır. Dedi, siz bizim Peyğəmbəri təhqir edin, mən də sizin Peyğəmbər. İsa da bizimdir. Başa düşmür, İsa da bizimdir. Hala neyinizsən? Nə olsa onlar deyir, İsa da bizimdir, Musa da bizimdir. Bütün Peyğəmbərdən hamısı müsəlman olur. Şeyx Ozan'a sual verdilər ki, belə sual belədir. Azərbaycanda bu Fransa hadisələrindən sonra jurnalistlərdən biri İsa'nı təhqir edir. Şeyx nə dedi? Şeyx dedi ki, ola bilsin cahildir.
Allah bilsin cahildir, başlamaq lazım. Hətta Muhammed Əl-Əl-Vahımın sözü var, didi sünən. Başa salmalı, əgər israr eləsə ondan sonra kafirdir. Aydın arkadaşlar. Ya bu məsələ qısa şərhi budur. Ona görə onlar sadəcə, onlar problemlə, onların nəsə başqa problemləri var. Sadəcə bildirmirlər. Bildirmirlər. Gizlənirlər bu cür şeylərin, bu cür fikirlərin arxasında. Aydın arkadaşlar. Buyur. Bir tane bir kardeş var idi. Bir de önce Murciye'nin gelmesi. Bir için Şeyh Alban Murciye'di. Deyir Şeyh Albani Murciye'dir. Ha, bir kardeş, başka bir kardeş var. Dedi ki, Murciye ne demekti? O oldu böyle. Bilmedi. Bilmiyor ha ne demekti. Haberi yok bundan. Murciye bilmir nədir. Ne demekti? Ancak başlıyor. Şöyle böyle Problemdir ha. Böyle başlıyor. Arkadaşlar bu hiç bu sıfırmış. Hiç ne bileyim. Oradan buradan hesap başlıyor buraya demeye. Deyirəm Allah, belə məsələlərə məsləhət deyil. Belə məsələləri tərk edin. Vallahi biz Mədinədə oxuyanda biz orada cahillik üzürdük, təkfir, namaz qılmayan ki, heç orada eşitmirdik belə şeylər. Müzakirə olunmurdu əslən. Səthi keçmişdik və salam. Yəni bu məsələ əsas deyil də. Amma təkfirçilərin də özünüz görürsünüz də dəvətləri. Özünüz görürsünüz. Bu iş əsas 5-6 məsələni şişirdiblər. Birinci, namaz qılmayan kafirdir, mütləq deməlisən onu. Başqa rəy yoxdur. Əgər deməsən, ya özün kafirsən, ən azından murciyəsən. Mütləq bunu deməlisən. İkinci, hər yan darul küfürdür, küfür diyarıdır. İslam diyarı yoxdur bu saat. Məkkədə ixtilaf ediblər. Ellər var, Məkkəyə gedir, həccə. Kəbənin imamının arxasında namaz qılmır. Və ya artist eləyib qılır, sonra qalxıb təzdən qılır və ya ev otağında. Artistlər də. Sonra üçüncü, mühüm məsələlərdən biri ət məsələsi. Ancaq onlar kəsəni yemək lazımdır. Bəhanə nə gətirirlər ancaq? Necə də vuruşlar, həddadilər. Nəyə gətirirlər? Namaz qılmayandı qəssab. Qəssab pirə gedir. Yaxşı, gəl. Yaxşı, mən pirə gedmirəm, namaz da qılam. Mən kəsəni deyimcəklər. Onlar o bəhanədir. Onlar qəsd edir, yəni özləri kəssə. Yəni onlar bismilləsi başqa cürdür. Ona görə qəssabların çoxsubsa onlardandır. Biznesdə. Yəni bizdən alınacaq. Həmçinin mühüm məsələlərdən onlarda əsas şişirdənlər cahilli üzür deyil. Cahilli üzür deyil, məsələn, tohiddə. Və ya cürbəcürdlər, böyük şirk deyirlər, cahilli üzür deyil, tohiddə. Bu məsələni şişirdirlər. Şişirdirlər. Gəlirlər, məsələn, elə bir kəndə, o kənddə kommunizmdən çıxan cəmiyyətdir də. Elm tələbəsi olmayıb, dəvət olmayıb, əslən, cəmaat avamdır. Cəmaat avamdır o kənddə. Heç bilmirlər. Allah'a inanırlar, Peyğəmbərə inanırlar, nə gəldi inanırlar, pirlərə inanırlar, nəyə gəldi inanırlar. Yəni ki, özləri elə fikirləşirlər ki, İslam müsəlmandırlar. Deyirsən, müsəlmansan, hə, deyəcək, kafir, elə bir söyüş sonucu. Qəbul eləmir. Lakin bilməyib, başı salan olmayıb onları. Bu nə edir? Bu başı salmaqdansa bu gəlir, deyir, qəfir, getdi. Özə kafir demək onlara ləzzət verir. Özə ləzzət alırlar kafir deyəndə. Yəni, axşam gəlirlər, elhamdülillah, bir 50 nəfəri təkfir elədim. Yox, xəstədir. Yəni, normal fikirli adamlar elə şey getməz. Xəstədirlər. Onlar hamısında problem var, insan kimi. Ya həyatlarında, çoxsu ya, demirəm hamısı, çoxsu, ya həyatlarında, ya başlarında problem var. Çünki normal adam elə fikrə getməz. Aydın qardaşlar, onların hamısı budur, səbəblərdir. Səbəblər. Şimdi bir de Allah'ımızı başlayırsan bir sual var. Demişim bir tane sual var. Bir kardeş bir hata ediyor ve tövbe ediyor. Xəta eləyə tövbə edir. Yerinde tövbe ediyor. Bir de onu kaçmır. Qayıt. Ömer'e kaçmır. O başka bir kardeş onu görür ve onu istismarlaştırır. Defalarca. Çünkü belə oldu. Bu qardaşın eybini atır. Yox, kim eybin atsa qardaşının, özü də dünya məsələlərdə Allah Subhanahu taala onun qiyamətdə eybin açacaq. Bütün insanlar qarşısında.
O vaxt 50 nəfər olmayacaq, milyardlarla, trilyonlarla, bütün Adəmdən təsəllə biabırçılıq. Ona görə evlə başqa müsəlman qardaşın evini açma. Təbii ki, bu dünya məsələyə aiddir ya, dini yox. Aydın, dində çəkindirmək o eybi açmaq deyil. Aydındır, Dünya- qarışdırırlar. dünya- Dünya məsələdə əsasən. Hə, olmaz elə, olmaz. Əgər tövbə eləyibsə, Hə, bəli, bu qardaş əmələn tövbə edir, bu da tövbə qayıtmır. olmaz, olmaz. Ya, belə deyək, O cahillikdir. bir neçə əməllərinə, məsələn, bir iki xəta olur və o hamısını tövbə edir və qayıtmır. Ha, elhamdülillah. Amma qardaşlar məsələn onu açıb istismar Olmaz, olmaz, olmaz. Allah razı olsun. Şey, Ramazanda eğer ki, mesela tövbe edir bir müsəlman da orucunu tutur, bir gün qəza edir. Eğer ki, yani Ramazandan sonra imanım yoxdur, o qayıb tuta bilmirəm. Nə qədər edirəm, yəni qəzasını. Ona icazə var mı tutmadığı günə görə adam yedizdirmək? Yo. Qəzanı tutmalı. Adam yedirir kim? Kimdə xronik xəstə daimi artıq tuta bilməz. O yedirir, o necə yanılır? Görürsən səbr edəmir. İtaətdən sonra səbir. Yoxdur. Hə. Yo, orucluq nə var ki, çətindir bu ya. Əksinə, asandır nə var? Özdə bir ay oruç tutmursan, bir gün tuta bilmirsən. O zəiflikdir insanda, zəiflik. Yəni o icazə deyil ona. Olmaz, yo. Adam yedirir kim? Kim ki, məsələn, tutaq ki, xronik xəstədir. Kim ki, məsələn, orucu tutaq ki, qadın. Tutaq ki, hamiləliyinə görə tutmayıb, sonra uşağı süd verib tutmayıb və belə bir 2-3 il davamlayıb. Yığılıb 3-4 ilin orucu. Bəzi amilər üzür görürlər onda, deyirlər, yedirə bilər. Tuta bilməsə, yedirə bilər. Bu, onlardan da öyle axı. Aydındır. Qəsdən orucu tərk eləsən, onun kəfarəsinə, qəsdən də bir gün orucu tərk eləsən. Yəni, heç nədən tutmadım. Bəs. Ne üçün? Hələ olur. Yo, ümumiyyətlə hələ olur. Yo, əgər laf tutaq ki, belə biri elədi. Qaza boynunda qaldı. Onun bir gün boynunda qaldı. Hə. O cinsi əlaqə ilə pozanda o 60 gün ona aiddir. Hətta oruc vaxtı birdən qəsdən bilə-bilə içsən, bilməyə yox, oruc davam edirsən. Bilə-bilə içsən, yesən, bir gündür. Şey, belə Amma orucluğun qəzasını tutsan, Ramazan ayının qəzasını tutsan, cinsi əlaqə ilə pozsan bir gündür. Bu Ramazan ayına görədir ya qardaşlar. Bu ayda. Bu ay hələm orucdan əlavə bu ay özü fəzilətlidir axı. Aydındır. Amma qəzasını tutsan, o cür pozsan bir gündür. şey, belə bir məsələ var, deyir, bilərəkdən tərk olunan namazın qəzası yox. Belə fikir var bəzi alimlərdən. Bəzi alimlər deyir ki, yox. Yəni o alimlər ki, qəzası yoxdur, yəni tövbə eləyir. Amma bəzi alimlər deyirlər ki, yox, boynunda qalır. Tövbədən sonra qılsın. Əgər bir çox uzun vaxt keçməyib də onlar. Aydındır. Amma uzun vaxt keçibsə tövbə. Şeyh, bəs bu deyir, biri məsələn deyir, sabah yerdə qonaqlıqdayım. Ondan ötürü pozub, bu gün oruç tutmuram. Sonra davam edir, tutur. Ramazan ayı. Bu Sabah qonaqlıqda da ona görə o gün Ramazan ayının orucunu tutmur. Tutmur, belə. Yox. bu onun yəni heç qəzası belə yoxdur. Yox, qəza olmuşsa qalacaq boynunda. Qəza. Günah edir. Böyük. Bilirəm böyük. Olmaz. Sən Yox, oruclu yoldaşlar var idi. Ramazan ayındakı oruc başqadır. Ramazanın qəzası Ramazan ayındakı kimi deyil. Sən necə qonaqlıq, nə qonaqlıq? Ramazanda qonaqlıq olsun iftara. Günorta kimdir qonaq çağıran? Məsələn, kollektivdə var idi adam. Yox, olmaz. 8 martda Həm də zəif insanda. O bilirsiniz qardaşlar. Yox, ola bilər indi cahildir. Ola bilər cahildir. Yəni ciddi yanaşmır məsələyə və ya aqibətini bilmir. Tərk eləməyin, nəyi tərk eləməyi başa düşməyib. Bir də xilafət kişi ağırdır məsəl üçün, işdən əlaqədar tutanmır. Olmaz elə yox. Oruç tutsun, getsin. Əgər işdə görsə halı pisləşir, tuta bilməyəcək, onda açsın. Amma hələ deyil, mənim işim ağırdır, mən tutmam əvvəlcədən. Amma hər halda boynunda qalır onun, qəzaları boynunda qalır. Bir də şeyh, elə bir cəmaat namazı qılarıq, cəmaat. İnşallah axırıncı suallar yaxınlaşır. Hə. Cəmaat namazı qılarıq, cəmaat. 2 nəfər gəldi qoşuldu cəmaata. Hə. Və 1 nəfər. Hə. Cəmaat tutardı. Amma bu kişi davam edir. Birdən işte bir nəfər, 2 nəfər də gəldi. O gəlib qoşula bilər ona, o qoşulana. O cəmaat namazı sayılır. Qoşula bilər. Məsələn,
Cəmaat zöhrü qılırdı, mən gəldim axırıncı rükətə. Cəmaat salam verdi, mən qalxdım qılmağa. Arxadan gəldilər, mənə qoşuldular. Sonra bizə qoşulan arxadan biri gəldi, bizə qoşuldu, sonra qalxdı, davam eləməyə. Gəlib ona qoşulmaq olar. Bax, belə qoşula bilərlər. Yoxdur ki, hələ şey yoxdur ki, ikinci cəmaatda artıq qoşulma olmaz. Olar mı axırıncı sualım? Hə, axırıncı. İncə bir sual var. Hə, xitam. Hə. Yəni ki, məsəl üçün biz bilirik ki, ümumən götürəndə İngiltərə, Rusiya, Almaniya, Amerika ümumən kafir ölkəsidir. Bəli. Biz məsəl üçün deyə bilərik ki, İngiltərə kafir ölkəsidir, bütün İngilislər hamısı millət kimi kafirdir. Yaxud Azərbaycan müsəlman ölkəsidir. Tolerant bir ölkədə Azərbaycanlıların hamısı müsəlmandır. Yox, biz mütləq şəkildə demirik. Biz çoxluq baxımdan, çoxluq. Çünki İngiltərədə kifayət qədər müsəlman var arkadaşlar. Özü 10 döl, 100 döl, 100 min deyil, milyonlarlandır. Ha, hətta ingilislərin özləri. Özlərində də var. Bizdə universitetdə ingilis, təmiz ingilisdir. Biri var, məsələn, gəlib ora, İngilis vətəndaşı alıb, orada yaşayıb, orada doğulub. Təmiz ingilislər gəlir də Mədinədə bizdən oxuyublar. Buna görə ümumi Fransızlar, Amerikanlar. Hə, yəni mütləq şəkildə demək ki, belə hamısı kafir də olmaz. Və ya mütləq şəkildə demək ki, hamısı müsəlmandır. Çoxluq müsəlmandır, elhamdülillah. Aydındır. Çoxluq müsəlmandır. Kafir ölkəsindədir, bəli, çoxluq kafirdir. Amma o da belə deyil, hamı orada kafirdir. Ölkə kimi kafir ölkəsidir. Ölkə kimi kafir ölkəsidir, küfür diyarıdır. Bəli. Amma məsələn, siz, bu da biraz şərhə ehtiyacı var. Məsələn, elmi cəhətdən yanaşanda götür məsələn Rusiyanı. Rusiya qardaşlar çoxsu bilir də orada. Rusiya böyükdür. Orada müsəlman icmaları var, müsəlman yaşayan yerlər var, torbaları var. Diasporalar var. Ölkələr. Çünki böyükdür orada. İndi biz deyək ki, ora küfür diyarı da Allah bilir. Yəni orada yaxşı bəs oradakı müsəlman ölkələr biraz ona yanaşma biraz fərqlidir artıq. Onu məsələn alimlər hətta küfür diyar, İslam diyarı, küfür diyarı orada 5-6 dənə rəy var. Fikri məsələdir. Hətta İmam Şafii deyir ki, əgər müsəlmanlar alıblarsa bir yeri, sonra kafirlər alırlar oranı. Ora İslam diyarı qalır. Kafirlərdə olsa belə. İmam Şafii'dən gəlir, məsələn İspaniya. Andalus, orada bir saat İslam diyarı, İmam Şafii'nin fikrinə görə. Ora müsəlman diyarı idi, orada alimlər çıxdı. Nə, sonuncu sual. Axırıncı. Müsəlmandır, böyük günahlara düşür. Yəni görürsən ki, əziyyət çəkir onu. Məsələn, eləyir, tövbə eləyir, eləyir, tövbə eləyir. Yəni getdikcə də zəifləyir və nə qədər nəsihətləsin, görürsən özünü düzəldəmir. Ümumən zahirən bu hal möminlərin halı yoxsa necə? Yəni adam deyək ki, bu gün günah eləyib, bir saniyəsə tövbə eləyir. Günah eləyir, tövbə eləyir. Yəni bilirsiniz, deyək ki, günah eləməz, o da düzgün deyil. İnsandır, günah eləyə bilər. Necə bilər? İcazəli deyil. Sadəcə ola bilər də insan çaşsın. İnsan zəif daxı. Həmçinin günahlar var, kiçik, var, böyük. böyük günahdan edir. Elə olmasın ki, böyük günah eləyir, sonra 5 dağında sonra tövbə eləyir. Böyük günah eləyir, tövbə eləyir. O oyuncaqdır. Ciddi olmaq lazımdır. Özdə Allahla sən bilirsən ki, Allah eşidir və görür. Sən onda Allahla necə münasibət qurursan? Sən oyuncaqsan onda. Günah eləyirsən, tövbə eləyirsən. Hələ olanda birdən ölərsən, tövbə eləyə bilməzsən. Aydındır, tövbə nə vaxt qabuldur? Əgər tövbəni pozmasın. Amma tövbəni pozsun, tövbə qabul deyil. Və salam, getdi tövbə. O tövbənin fəziləti də getdi. Tövbə eləmək savabdır. Lakin o savabdır, getdi hər şey. Olmaz elə. Oyuncaqdır. Günah eləyir, sonra tövbə eləyir. Allah razı olsun. Bəsdir qardaşlar, Allah razı olsun. Bir dənə sual vermişim. Axırıncı yaxşı. Türkçülər demiş, beynimə takıldı. Yaxşı. O şəhvət namazı pozur əxi. Şəhvə dastamazı pozmur. Dastamazı pozur əgər nəsə istansa, məzi gəlsə. Öyrət yerində məzi olsa, Bayaq dediniz ki, pozur. yerinə toxunsanız, yəni elə. Amma şəhvətlə doğsa hələ fikir var. Hələ fikir var. Amma Məsəl üçün, Salam aleykum, salam aleykum. Nəsən qardaş?
Sağ ol, sağ ol, sağ ol. Elhamdülillah. Allah razı olsun. Pozulmur. Zövcə toxunur deyil. Yox, məsələn, dastamaz aldın, zövcəni öpdün. Əgər hətta şəhvət nəsə olsa, əgər nəsə gəlməsə, dastamaz pozulur. Məzi gəlsə, dastamaz pozulur, qüsur yox. Kişidən 3 şey gəlir də, məzi, vadi, məni. Məni gələndə qüsur pozulur. Yaxşı. Bəs sən qardaşlar, Allah razı olsun. Salam aleyküm, rəhmətullah.